57'də bizə nə istəyir? Deyir ki, 12 tam onda 3 kiloqram alma var idi eşikdə. Satıcı onun kütləsinin 41'də 10'unu satıb. İndi neçə qram alma qaldı, onu tapmalıyıq. Yaxşı, baxaq. Bizdə əvvəlcə demək x kiloqram alma var idi. X kiloqram alma var idi. Yəni daha doğrusu 12,3 kiloqram alma var idi. Bunu da hissə ilə belə göstərsək, misalın şərtinə uyğun. Deyərik ki, 41'də 41. Əvvəlki hissəmiz budur. 41'də 10'u satılıbsa, 41'də 41'dən çıxıram nəyi? 41'də 10'u. 41'də 10 hissəsini elə bil ki. Cavab alınacaq 41'də 31. 41'də 31 hissəsi qalıbdır. Əvvəlcə 41'də 41, yəni ki 1 tam idi. O 1 tamdan çıxdım 41'də 10 hissəsini. Qaldı 41'də 31 hissəsi. İndi əvvəlcə yeşikdə göstərib ki 12,3 kiloqram alma var imiş. Yazaq belə. 12,3'ü çevirəm düzgün olmayan kəsrə. 10 aşağıda. 12'ni 10'a vuram. 120. 3'ü də gəlirəm üstünə 123. Yuxarıda yazdım. Bu 10'da 123'ün qalan hissəsini tapmaq istəyirəmsə, əldən hissəsini tapanda əldə hissə göstərənlərdə vurmaq lazımdır. 10'da 123'ü vururam 41'də 31'ə. Buradan da 123 ilə 41 xısa girəcək. 41'i 41'ə bölürəm 1. 123'ü 41'ə böləndə edər 3. Surətdəki 3 ilə 31 bir-birinə vururam. Eləyəcək 93. Məxrəcdə 10 ilə 1 vururam bir-birinə edər 10. Elədim. Demək 9,3 kiloqram. Bizdən də sualda qramla soruşur. 9,3 kiloqramı demək çevirməliyəm mən qrama. Bu edəcək 9300 qram. D variantı.